Xətai rayonu Əhmədli kəndi. Bir maşın girən həyəti olan kürsülü, təmirsiz, çıxarışlı, kupçalı yəni. Bir otaqlı ev çıxıb satışa. Hamam, tuvalet biraz təmirlidir. Bir dənə böyük otaqdır, kombi sistemlidir. Təmir yəni yoxdur. Gördüyünüz əşyalar qalacaq. Avtobus dayanacağına yaxında burada balaca bir yataq otağı düzəldiblər. Bu qədim evlərdəndir, hündür tavanlı. Xruşovka dediyimiz binanın qiymətini nəzərə alsaq, bir otaqlı bina evinin qiymətini nəzərə alsaq ki, 110 min, 115 mindir, 105 mindir. Bunun qiyməti çox aşağıdır. Yəni maşın girən həyətlə kürsülü, sənəddə kupça çıxarış. Qeyd edim ki, bu evlər kreditə verilmir, ipotekaya da yararlı deyil. Yəni ondan əlaqədar sual verməyin zəhmət olmasa. O belə bir evdir. Yola da çox yaxın, kənd Əhmədlidə. 42 nömrəli avtobusun yoluna yaxındır. Çox adam məscidi soruşur. Məscid tərəfdə yəni evlər yoxdur satışda. Bu kəndin ortasına düşür.